kanalıma və videoma xoş gəlmisiniz. Bugün bizim xəstəxanadakı o ikinci günümüzdür. Timura gördüyünüz kimi bu dəfə ayağından sistem qoşulub. Dünən gecə əlindən, ayağından qoşulub və bugün də bu ayağından qoşuldu. Həkim birazdan gəlib yoxlanış eləyəcək. Mən də dedim o gələnə qədər qısa bir vlog çəkim. Bu arada gecəyə qədər yata bilmədim. Yəni gecəni də onsuz da yata bilmədim. Bilirsiniz ki, rahat deyil onsuz da buralar. Amma rahatlığı keçsin. Timura görə həqiqətən heç bir şəkildə yata bilməmişəm. Nənəsi sağ olsun Timurun əşyalarını gətirib. Bundan əvvəlki vlogumda göstərmişdim, səhv xatırlamıramsa. Amma yenə də əşyalar buradadır. Sizə indi qısa bir şəkildə əşyalarını göstərəcəm Timurun. Səhər saat 6-dır və dünən gecə heç bir şəkildə yatmamışam. Başımın ağrısı deyiləsi deyil. Eləsə gəlin Timurun əşyalarını göstərim sizə. Qızlar əvvəlcə onu deyim ki, Timura heç bir şəkildə təmas eləyə bilmirəm. Sadəcə dünən axşam çox ağladı deyə 15 dəqiqə, baxın deyirəm 15 dəqiqə, bəlkə də daha az müddət qucağımda saxlaya bildim. O da çox ağladı deyə. Yoxsa baxın əlindən damar yolu asılıb. Eyni şəkildə ayağını göstərə bilmirəm belə, amma gördüyünüz kimi damar yolları açıqdır. Ona görə heç bir şəkildə həkimlər qucağımıza icazə vermir. Yəni toxuna belə bilmirəm. Sadəcə həkim özü, yəni başa düşdüyünüz qədər. Nənəsinin gətirdiyi əşyalar göstərim. Smesi gətiribdi nənəsi. Amma bu smesi belə özləri hazırlayırlar. İçinə dərman qoyurlar qusması olmasın deyə. Yəni bu smesi çox da sadəcə dərman qoyurlar. Yəni mən hazırlamıram. Bu isə bunu elə həmin an həyəcanla evdən çıxanda geyindirmişdim. Heç yəni nə olub əynində falan ona da baxmadım. Elə direkt bunu geydirib çıxmışdı. Düşmüşdü iynəsinin üstünə. Daha sonra lazım olar deyə nənəsi əlavə ağ bir boyacı qoyub. Bura qoyum. Soska tutacağı, oyuncaqla oynama belə halı yoxdur. Corab, papaq, belə üstdən göstərmək istəyirəm. Pijama koftası. Bunun əlləri bağlıdır, işlədə bilmirik. Tez-tez damar yolu açılır gördüyünüz kimi. Ona görə bir də bu ağ koftanın da nənəsi qoymuşdu. Çox sağ olsun. Onu geyindirdim. Elə bunu geyindirəməmişik damar yolu. Əlləri bağlı olduğu üçün damar yolu açılır. Asıla bilməyəcəyindən dolayı. Şöyle bir dənə şey. Ben göstərim belə. Salopet. Bir dəqiqə. Salopetçi bir dənə alt gətirib. Amma bunu da geyindirəmirəm damar yolu tez-tez ayağından asıldığı üçün. Elə bu qədər. Soska da elə bunu istifadə edirik. Qızlar bir də Timuru tez-tez gəlib apararlar o birisi otaqlara. Orada bizim girişimizə icazə yoxdur. Orada nə bilim testlər edirlər, qan analizi götürdülər. Yəni oralarını çəkə bilmədim sizlərə. Çünki mənim girişimə belə icazə yoxdur. Yəni necə çəkim eləyəcəkdim ki. O şəkildə birazdan həkim gələcək, qızdırmanı falan yoxlayacaq. Ondan sonra inşallah ki otağa aparmazlar. Belə biraz içim rahat oldu gözümün qabağında, amma orada otağa aparırlar. Daha sonra ağlama səsi gəlir. Ondan sonra da geri gətirirlər yəni. Onu da qeyd etmək istəyirəm ki, çox həkimlərimiz peşəkardır, özəl xəstəxana olduğu üçün peşəkardırlar və gördüyünüz kimi çox diqqətli bir şəkildə eləməyə çalışırlar hər şeyi. Timurun dünən evdəki durumuna baxanda indi halı çox yaxşıdır. Sabahınız xeyir balaca Timur. İndi əvvəlcə sənin ayağından damar yoluna baxacağıq. Ondan sonra da bunların hamısını qeyd edəcəm mən. Baxaq. Bunu diqqətli bir şəkildə açaq. Yox, ağlamadı, ağlayacaq heç bir şey yoxdur. İğnəni çıxardaq. İğnə ilə artıq bizim bir işimiz qalmadı. Yeri də heç bilinmir, baxın. Necə təmiz iş görmüşəmsə, yeri də bilinmir. Bu isə ayağımda bir müddət qalmalıdır. Evə gedəndən sonra da qətiyyən bir həftə ərzində duş qəbul edilməməlidir. Əvvəlcə qızdırmasına baxaq. Daha sonra da ağciyərlərini yoxlayacağıq. Temperaturumuz biraz daha aşağı düşür. Artıq demələr normal çox az qalıbdır. Mən indi son olaraq ağciyər dinləməsi eləyəcəm. Əgər yaxşı olsan, sabah axşam ya da bugün yox, bugün təhlükəlidir evə səni göndərmək üçün balaca, amma sabah axşam səni evə yollayacağım. İndi anamız koftamızı çıxardaq diqqətlicə. Hop. Neysə sadəcə bir ədəd şof. Həkim yoxlanışını gözəlcə edək. Qorxulu heç bir şey yoxdur.
İndi arxamızda dinləyək. Akciğerlərimizdə problem yoxdur, amma yenə də devam yazacağım böyük ehtimalla. Aha, akciğerlərimiz kifayət qədər yaxşıdır. Kızlarım, baxın, yanımda kim var? Qızlarım nənəsi dünən saxlaya bilib, bugün isə artıq Aylanın çox kaprizlər və istəklərindən, həm də özü Timuru həqiqətən çox narahat olduğu üçün gəliblər. Aylanı gətirdi, mənə verdi. Ayla üçün çox darıxmışam, darıxmağına, yəni o da mənim qızım da şey, amma yəni Timuru bu dəqiqə düşünməkdən inanın özümdə deyiləm. Hal-hazırda Ayla ilə gözləmə zalındayıq. Otağın üstə heç kimi qoymurlar. Yəni nənəsini belə buraxmırlar, amma Aylanı yəqin ki buraxarlar deyə düşünürəm. Onu da gedib birazdan resepsiyandan maraqlanacağam. Çünki yəni uşaq da sonuçda 4 yaşı var və mənim qızımdır. Həm də bacısı, yəni bəlkə qoyarlar, bəlkə də qoymazlar, bilmirəm. Ailə üzvləri dışında hələ heç kimi qoymurlar. Nənəsini belə qoymayıblar, yəni düşünün. Bilmirəm, yəni necə olacaq. İndi gedib onu soruşacağam. Qoysalar Aylanı aparacağam, qoymasalar burada oturub gözləyər. Mən Timurun yanına girib çıxaram. Aylan da çox gözəl geyinmisən. Həmişə kimi nənəsi saçlarını baxın hörübdü. Çox səliqəli olub. Çox səliqəli hörüyor olub. Elə isə gedək mən resepsiyondan tez maraqlanım gəlim. Siz də burada qalın biraz. Ayla ilə gedək resepsiyona maraqlanaq gələk. Timur çıxsın, nəticələrini həqiqətən çox maraqlı gəlir mənə. Deyəsən təxminləmirəmsə mədəsinə mikrob düşübmü, düşməyibmi, ona görə analiz verəcəklər. Çünki Timur heç vaxt qusan uşaq olmayıb, özünüz də bilirsiniz. Neçə dəfələrlə xəstələnib, amma heç bir şəkildə qusma olmayıb. Bu dəfə isə çox qusdu. Xəstəxanada belə gecə bir dəfə qusdu. Gələndən düzdür, bir dəfə qusub, amma evdə yəni çox qusmuşdu. İndi gedim. Qızlar həkimlərdən bir xeyli xahişlər etdikdən sonra Aylanı qoydular, amma heç bir şəkildə təmas olmamalıdır. Yəni Ayla da bu dəqiqə təmas vəziyyətdə sadəcə qardaşına baxır. O şəkildə biraz da bir yanına duracaq, sonra görək ki, Timura yemək verməlidirlər. Oş. Gəl. Yox, çox təmas eləmə. O şəkildə Aylanı Timurdan uzaq saxlamaq çox çətindir. Timur həqiqətən çox balaca olsa da, Ayla üçün yeri həqiqətən çox fərqlidir. Yəni dünya bir tərəfə, Timur bir tərəfə. Gördüyünüz kimi Timur üçün də Ayla elədi. Bu dəqiqə baxır ona, yanına getmək istəyir, amma mən icazə verə bilmərəm yəni belə bir şey. Bu şəkildə oturdum Aylanın da yanında. Timurun qardaşı biraz otursun, eləsin. Mən də kantinə aşağı yəni enəcəm. Görüm Aylaya biraz su gətirəcəm, özünə gəlsin uşaq. Etibarən gəldim və Ayla Ayla mənə bax. Aşkım. Ayla sən niyə ağlayırsan? Gəl. Gəl 2 dəqiqə yanıma danışaq, gəl. Yo. Təmas eləmə, olmaz. Ağlama, keçəcək, gözlə. Aşkım keçəcək də. Qızlar, Ayla Timur üçün çox qorxur. Ay Allah. Kəşke gətirməsəydi Ayla səndən. Biraz mən onu sakitləşdirim. Timur da buradadır. Bax, Timur daha yaxşıdır. Evdə biraz kusurdu, amma indi daha yaxşıdır. Davay. Oy, görüm. Qızlar, Ayla çünki çox həssasdır həqiqətən və Timuru yəni ilk dəfə belə görür. Mən görmüşəm 1-2 dəfə keçən ildə keçirdik bunları, siz bilirsiniz, ən yaxşı şahidimizsiniz siz. Xəstəxanada açığı qalmadıq, amma 2 dəfə yəni həkimə yolumuz düşdü. Ayla isə ilk dəfə də onu belə sistem altından, nə bilim, qolu, əli üstü bağlı, ayağı açıq, yəni damar yolu açıq vəziyyətdə görür. Ona görə çox həssaslaşdı. Oy Allah, sənə qıyamam. Yəni bu dəqiqə video mənə çəkmək həqiqətən çətindir. Oy Allah. İndi birazdan Ayla Timura yemək gətirəcəklər. Gedək onu yedirdək. Mən də bir ayaq yoluna getsəm yaxşı olar, Aylanı da aparacam özümdən. Həqiqətən çox qəribədir. Yəni kiçik uşaq olandan sonra böyüklər bir gecənin içində böyüyürlər, yəni həqiqətən. Amma onların da uşaq olduğunu unutmaq olmaz, yəni təbii ki də.
Çok qəribədir, həqiqətən. Yəni, sadəcə şokdayam, nə deyim bilmirəm. Sizə bu hissi izah edə bilmərəm. İnşallah özünüz 2 övladınız olanda anlayacaqsınız. Nəysə. SMS gətirdilər. Ayla Timurun başından ayrılmır. Həkim də dedi ki, artıq əlində təhlükə o qədər çox yoxdur. Amma ayağının bu hissəsi həqiqətən təhlükəlidir dediyinə görə. Və bir həftə çimizdirmək olmaz. Bunu da zaten dedim. Siz də eşitdiniz, amma yenə də demək istədim. Gördüyünüz kimi, indi Timuru yedirəcək. Aylaya baxın. Həqiqətən başının üstündən ayrılmaq istəmir. Bunu şəkillərini çəkmişəm. Instagramda paylaşacağım. Ayla əlinə çox tutmaq istəmir. Bərabər yedirdik. Hoş. Sməsi bugün biraz çox verdilər. Baxaq görək. Kızlar, Ayla ve Timur'u bu şekilde izledikçe həqiqətən zaman dursun deyir insan. Yəni özü uşaq olub uşaq yedirdi. Çox şirindirlər. Timur da maşallah çox qəşəng yeyir. İnşallah yəni yesin bir an əvvəl də sağalsın da evə gedək. Bu arada indidən bütün xoş diləkləriniz üçün təşəkkür edirəm. Yəni hamınıza bir cavab verə bilməsəm də buradan ümumi şəkildə demək istədim yəni. Neyse Ayla onu yedirsin, sonra baxaq görək nə edirik. Axşama doğru Aylanın nənəsi gəlib aparacaq. Yəni burada məndən bərabər qala bilməz. Mən bütün gecə ayıq qalıram, eləyirəm. O mümkün deyil. Amma baxaq da. Baxanda super yedi. İndi birazdan həkim gələcək. Aylanı çölə çıxarda biləcəkmi onu bilmirəm, amma kənara yəni alacağam, Aylanla oturacaq. Həkimin dediyinə görə son bir sistemi qaldı Timurun. Onu da vursunlar və əslində analiz nəticəsini gözləyirik. Bir saata, 2 saata çıxarmış yəni. Ən tezi bu arada 1 saat deyirəm. Bu uzun çəkə bilər təbii ki də. İnşallah ən qısa zamanda olsun da yəni. Neyse onu gözləyirik o şəkildə. İndi oturacağıq bir gözləmə yerində. Çünki çıxmamız lazım. Yəni həkim gələcək, biz çıxmalıyıq otaqdan. Gəl Ayla. Ayla gəl. Ayla ilk dəfə ağlama, gəl davay. Çıxaq, sonra gəlib götürək. Aşkım ağlama. Gəl davay. Ay ağlama. Da döşlüyünü də götürüm bura qoyum, rahatsız olmaz. Bala gəl. Yaxşı öp gedək. Aferin. Şam gəl. Lan necə həssas olduğunu öz gözünüzlə gördünüz. Hal-hazırda gözləmə zalındayıq. Kızlar artıq 2 saat keçdi. Ayla da yatdı gördüyünüz kimi. Laboratoriyaya girə bilmirik. Həkimlərin dediyinə görə vəziyyəti, yəni Timurun yaxşıdır, yatır. Artıq otağa bizi çox az qısa yəni müddətlər alacaqlar. Çünki artıq evə buraxmaq istəyirlər və bunun üçün bəzi testlər falan lazımdır. Ona görə Ayla da yatdı. Yəni Ayla bu yaşında xəstəxana qapılarında sən də mi yatacaqdın? Yəni həqiqətən gördüyünüz kimi yatıb. Timurun yanına girə bilim deyə belə göstərim sizə bir dənə. Gözləmə stulunu Ayla üçün yastıq və bir dənə adyal verdilər. Rahat yata bilsin deyə. Həqiqətən çox yaxşı bir xəstəxanadır bura. Bütün həkimlərə və işçilərə, özəlliklə tibb bacılarına çox təşəkkür edirəm. İndi tez girəcəm Timurun yanına. Ayağını qoydum. Yəni çox həyəcanlıyam. Vəziyyəti necədir gedək. Hal-hazırda otağa gəldim. Ayaqdan damar yolu, əldən damar yolu və 3-cü damar yolu, 4-cü daha doğrusu bu ayağından açmışdılar. Damar yolu açıldı. Gördüyünüz kimi Aylanı zar-zor yatırtdım. Biraz sakitləşdirdim falan yatdı. Timurun da yanındayam. Sadəcə başına toxuna bilərəm. O da çox yavaş hərəkətlərlə. Bu şəkildə daha nə qədər burada qalacağıq, nəticəsi nə olacaq. İnşallah ki, mədəsində bir problem yoxdur. Çünki hələ çox balacadır yəni. O şəkildə gözləyirik. Paltarını da bu şəkildə üstünə örtüblər yəni. Çünki əlləri bağlıdır. Əlləri açıq olsaydı bəlkə də qala bilərdi. Amma qolunu açıblar yəni damar yolunu nə bilim. Birazdan Aylanın yanına gedəcəm. Onu orada qoya bilmərəm. Yastıq olsa belə alacağım qucağıma. Bu şəkildə. Olsa Timur burada yatır yəni. Böyle dayanmağın mənası yoxdur. Dərmanın sistemin içində Dimodrol var. Dimodrol da bilirsiniz ki, yuxu gətirir. Qızlar, biz durduğu an etibarı ilə yenə durduğum üçün səsim belədir. Həqiqətən dünənin yuxusuzluğundan sonra sadəcə 2 saat, 3 saat yatdım yəni. Çox yaxşı gəldi.
Birazdan Timur'un yanına girəcəyik. Amma əvvəlcə yeni durduğum üçün tez 2 dəqiqədə aylanı burada qoyum gedim hamama. Ondan sonra gəlim, yəni 2 dəqiqə siz məni gözləyin. Və gəldim. Səsim də bir xeyli düzəldi, amma hələ də yəni o deyil. İndi Timur'un yanına keçid edəcəyik. Saat 4-ə gəlir yavaş-yavaş. Of, bu günlər qutarsaydı evə getsəydik. Sizə maraqlı vloqlar çəkmək üçün çox darıxmışam. Qızlar, gəldik Timur'un yanına. Timur'un da iynəsinə baxın. Hələ biraz var. Bu arada sizə əyləncəli vloqlar, səhər rutinləri falan çəkmək üçün çox darıxdım. Burada da belim tutub biraz. Çox darıxmışam. Bunların vloqu burada dayandırmaq istəyirəm. Çünki həqiqətən heç nə çəkməyə halım yoxdur. Növbəti gün inşallah ki davam edərik. Qızlar neçə gündən sonra artıq görüşdülər. Xəstəxanada toplam 3 gün qalmış olduq. 3 gün boyunca da çalışdığım qədər sizə vloqladım bunu. Çox ağrılı günlər keçdi. Həm Timur üçün, yəni Timur açısından qol olaraq. Yəni Timura çox çətin oldu. Qolları falan bu dəqiqə damar içindədir, ayağı vəbşi. Mənim üçün çətin oldu. Başımın ağrısından fəna şəkildə ölürəm. Evə gedəndə hər halda uşaqlara mama verib bir 3 gün yatacağam. Zarafat bir yana. Çox yuxum gəlir və baş ağrıları var. Sonuçda yəni xəstəxanada nə qədər rahat ola bilərsiniz ki, siz özəlliklə gözləmə zalında yatmışıq. Yəni divanlarda. Ayla da eyni şəkildə çox yorulub. Ayla toplam 2-ci günün axırına yaxın gəldi. Yəni 3-cü gün gəldi başlayıb. Aylaya da çətin oldu. Gecəni Ayla da burada mənimlə bərabər keçdi. Heç bir şəkildə getmədi. Nənəsi sağ olsun pürə aldı, gətirdi, onu yedi. Bizim yəni çörə çıxa bilərəm də uşağı qoyub necə çıxım yəni. Nənəsi sağ olsun pürə gətirdi. Nə qədər razılaşdırma çalışdıq, getmədi. Bir bacı olaraq qardaşının qeydinə qaldı. O şəkildə 3 günün sonunda xəstəxanadan çıxırıq. Gözəl diləkləriniz üçün hər birinizə təşəkkür edirik. Buralarda yığışdırmalıyam Timur'un əşyalarını falan. Yallah, çox özləmişəm. Yallah, qolum həqiqətən boş qalıb. Çox darıxmışam. Kameramı açdım çünki bu qədər sizə resept göstərəcəm. Bu qədər uzun resept yazıb həkimimiz. Bu dərmanların hamısını bu balaca kişiyə almaq lazımdır. Və bu dövrdə qulaq ağrıları çox olurmuş. Ona görə papaq taxıldı. Qızlar bir də sizə demədim, mədəsində heç bir problem çıxmadı. O həyəcandan deyə bilmədim təbii ki də. Sadəcə şokdayam. Timur məndənsə bacısı üçün daha çox darıxıb. Yanındayım təbii ki, yıxılar falan deyə, amma yenə də o yallah. Siz bunlara baxın hələ. Acilən sizə rutin vlogu, 2 günlük vlog falan çəkməliyəm mən. Siz deyirdiniz Aylanı vloglardan çıxardım. Yəni hamınızı şamil etmirəm, amma deyənlər var idi. Sizinizi çıxarda bilərəm. Bu mənzərəyə baxın. Yapışıb ya Ayladan.